bir tələbə var idi, deyir, mədrəsədə oxuyurdu, ev eşiyi yox idi. Deyir, mən ona dedim ki, sən nə rahat gəzirsən, heç evin yox, neçə ildə evlisən, kiraya qalırsan, ev haqda düşünmürsən. Dedi ki, ev almaq, ev mənim problemimdir. Məni yaradan Allahın problemidir. Məni yaradıb problem onun problemidir. Onun işidir o. Onun işidir, mənə aidiyyəti yoxdur bunun. Mənim işim ev axtarmaq deyil. Mən öz vəzifəmi icra edirəm, mənim vəzifəm dərs oxumaqdır. Onun da vəzifəsi məni təmin eləməkdir. Eləmirsə, nəsə məsləhəti var. Onun işidir. Problem onundur, geçsin öz əl eləsin, yarı zarafat deyir. Deyir, mən ona dedim ki, əgər doğrudan da bu etiqatdasansa, tezliklə ev qismət eləyəcək. Mən o Allahı tanıyıram. O elə belə şey istəyir. Bir sonra gördüm ki, elə yaxşı bir evi də var, eşiği də var, imkanı da var. Dedim ki, necə oldu? Deyir, vallahi billahi bir nəfər gəldi, tanış idi, gəldi dedi ki, sən ki bu qədər əziyyət çəksən, mən sənə ev alım. Dedim də alırsan, al. Özü dedi, heç kəs ağzasın. Bir baxdım o pula, dedim, yox, indi kiraya qaldığım ev, oxuduğum yerə daha yaxındır, mən orada yaşamam. Deyir, yaxşı, ay bala, sən evsizsən, yaxşı, gəl sənin üçün deyir, torpaq alım. Mənə yalvarır. Torpaq alım, dedim, hə, o olar, onu eləməm. Getdim, deyir, pul verdi, getdim axtarmağa. Nəsə uzun hadisədir, bir yer vardı, baha verilə, bəyənmədim. Dedim, heç almıram, gedirəm, düşdü, ancaq ki, səndən xoşum gəldi nəsə. Bu, öz yaxınım üçün ayırmışdım bunu, sənə verirəm. Qısası bax belə, yəni bu bir misaldır. Hər şeyə sahib oldum. Niyə? Həyatı həvalə eləyə biləsən Allaha. Bu mənada yox, özün gəlib yatasan, yox. Vəzifən nədir onu icra eləyəsən. Amma həvalə eləyəsən Allaha.